Hər vaxtınız xeyir olsun, əziz və dəyərli şagirdlərim. Bugün biz 6-cı sinifdən su molekulu mövzusunu öyrənəcəyik. Öyrənməmişdən öncə keçdiklərimizi gəlin təkrarlayaq. Bunun üçün biz xülasə bölməmizə diqqət edirək. Biz öyrəndik ki, bizi əhatə edən maddi aləmdə hər bir əhatəmizdə maddələr və cisimlər vardır. Başqa sözlə desək, fiziki cisimlərdən ibarətdirsə, o maddə adlanır. Hər bir maddə atom və molekullardan təşkil olunur. Maddələr isə ətraf mühitdə müxtəlif növ aqreqat hallarında, bərk, maye, qaz və yaxud da ki, plazma halında olur. Maddənin rəngi, qoxusu, dadı, onun formasını biz öyrəndik. Həmçinin maddələrin təşkil edən zərrəciklər haqqında da məlumatımız oldu. Bugün isə öyrənəcəyimiz su molekuladır. Hansı ki, gəlin biz burada diqqət etirsək, su molekulasının yazılış formulu H2O olaraq yazılır və burada biz bir ədəd ortada qırmızı rəngdə göstərilmiş oksigen atomunu, qıraqda göstərilənlərsə 2 ədəd hidrogen atomu olaraq göstərdik. Oksigen özü isə O2 olaraq yazılır. 2 ədəd oksigen atomu, hidrogen özü isə bu formada yazılır. 2 ədəd hidrogen atomu, helium isə tək olduğu üçün tək atom olaraq yazılmış olur. İndi isə gəlin H2O, yəni su molekulu haqqında geniş məlumat öyrənək. Su nədir? Əvvəlcə bunu qeyd edək ki, su həyatdır. Su həll edici mühitdir. Biz adicə olaraq dərman içəndə sudan istifadə edirik. Hər hansı bir boğazımız qıcıqlanan zaman dərman istifadə edirik. Hər hansısa bir narahatçılıqlarımız olanda, həyəcanlananda, qorxanda və yaxud da boğazımızda bir yemək yeyən zaman hər hansı bir narahatçılıq yaranarsa və sairə hallarda sudan istifadə edirik. Əgər bədənimizdə yetərincə qədər su yoxdursa, dərimizdə quruluq əmələ gəlir, elastiklik itir, yaddaş zəifləməsi o zaman ki, hətta beyin qurumasına qədər gətirib çıxardır, maddələr mübadiləsi pozulur və sair eyni qədər salınacaq bir problemlər yaranmış olur. Bu suyun bioloji əhəmiyyəti idi. İndi isə su molekulunun kimyəvi quruluşundan danışsaq, göstərildiyi kimi dedik ki, biz eyni atomlardan təşkil olunmuş, yəni ki, burada su molekuluna diqqət edirsək, 2 növ burada hidrogen atomu var. Yazılış formulu bu cürdür. 2 növ hidrogen atomunu biz burada gördük. Bir ədəd oksigen atomu, bu da burada. Bunları da görmüş olduq. Əsasən suyun bu düzülüş forması, suyun bu forması kimyəvi olaraq quruluşu 109 dərəcə 28 saniyə onun bucağı var. Bu kimyəvi olaraq lazım olan bir məlumatdır. İstəsəniz özünüzdə qeyd edə bilərsiniz. Demək ki, su molekulu neçə atomdan təşkil oldu ümumilikdə? 3. Necə aldığını? 2 bərabərin 2 hidrogen atomu üzərinə gəlinsin, 1 oksigen atomu. Daha sonra fikir verirsinizsə ki, burada bir cümlə qeyd olunub. Mən o cümləni sizə göstərim. 2 dəqiqə bunu silək, bizə mane olmasın. Yazıb ki, eyni atomlardan təşkil olunmuş 2 molekulun kimyəvi çevrilməsi nəticəsində 2 yeni molekul yaranır. Yəni biz burada nəyə diqqət edirik? Burada göstərir ki, eyni növ atomlarda, yəni burada nələr var? 2 növ hidrogen atomunu göstərir. 2 növ də burada oksigen atomunu göstərir. Burada 2 yeni bir molekulun əmələ gəldiyini göstərir. Hər biriniz eşitmişsiniz, yəqin ki, H2O, O2 adlı, yəni peroksid, perkis. Güman eşitmişsiniz ki, hansı ki bu sterilizasiya və dezinfeksiya üçün istifadə olunur. Bu əsasən necə alınır? Suyun yenidən hidrogenlə reaksiyası zamanı, daha doğrusu oksigenləşməsi zamanı H2O2 peroksidi ala bilərik. Ancaq bizə bu məlumat lazım deyil. Sadəcə olaraq mən sizə kiçik bir kənara çıxma etdim ki, məlumatınız olsun. Ümumilikdə su molekulu haqqında öyrənəcəklərimizi onların atomlardan, molekullardan təşkil olunduğunu bilməyimiz yetərlidir. Biz burada belə bir təcrübə aparıblar. Gəlin bu təcrübəyə diqqət edirək. Qırmızı rəng müxtəlif növ plastilin formalarını götürüblər. Rəngləri özünüz görürsünüz. Burada qırmızı plastilin oksigen molekuludur. Yəni burada göstərildiyi kimi.
Baxın, bu qırmızı yəni plastinin oksigen molekulu olduğunu göstərir. Daha sonra və boz rəngli plastini isə götürüb, o da hidrogen atomu olduğunu göstərir. Daha doğrusu hidrogen molekulu fərq etməz, yəni bunlardan olduğunu göstərir. Və bunları bu formaya, bu quruluşa gətirib. Nəticədə yenə biz müəyyənləşdirdik ki, 2 dənə hidrogen atomu, 1 dənə oksigen atomundan təşkil olunmuş su molekulasının formulunu görə bilərik. Sonra biz öyrənmişik ki, su həm bərk halda, yəni buz parçası, həm maye halda, yəni bildiyimiz su formasında, həmçinin qaz halda, yəni buxar formasında olduğunu öyrənmişik. Baxmayaraq ki, bunlar müxtəlif növ aqreqat hallarındadır, lakin eyni bir maddə olduğu üçün eyni molekullardan təşkil olunur. Ancaq maddə bərk hala gəlirsə, orada molekullar arasındakı məsafə mayelərdəki molekullar arasındakı məsafədən kiçikdir. Biz öyrənmişik ki, bərk maddələrdə molekullar zərrəcikdən təşkil olunmuşdur və həmin zərrəciklər arasında nizamlı düzülüş vardır. Amma mayelərdə isə bu nizamsız düzülüşdür. Və bir maddədən söhbət gedirsə, həmin maddənin bərk molekulasında, bərk formasında molekullar arasındakı məsafə mayedəki molekullar arasındakı məsafədən kiçik olur. Amma su bu cəhətdən istisnadır. Çünki buzun molekulları, biz bilirik ki, buz bərkdir. Buzun molekulları arasındakı məsafə suyun molekulları arasındakı məsafədən çoxdur. Buna görə də buzun sıxlığı suyun sıxlığından az olur. Demək, biz burada nə öyrənmiş olduq? Əgər hər hansısa bir maddənin molekullar arasındakı məsafə çoxdursa, demək ki, onun sıxlığı azdır. Və yaxud da hər hansısa bir maddənin molekullar arasındakı məsafə azdırsa, o deməkdir ki, onun sıxlığı çoxdur. Misal olaraq, buz suda batmamağın səbəbi budur. Və yaxud da taxta parçasının suda batmamağın səbəbi budur. Yəni, həmin taxta parçasını əmələ gətirən molekullar arasındakı məsafə böyük olduğuna görə onun sıxlığı kiçikdir. Burada misal olaraq gəlin biz bu şəkildə diqqət edirək. Bu buzda olan molekulların sıxlığını görürsünüz. Yəni gördüyünüz kimi bax bu xırda olaraq burada öz əksini tapmışdır hissəciklər, molekullar yığılaraq. Bu suyun formuludur, yəni suyun sxematik təsviridir. Bu isə buxarın sxematik təsviridir. Fikir verirsək ki, buxar halında, yəni bu kondensasiya edən zaman, yəni qəfədən qaynayanda, qazın üzərində hər hansı bir qabda su qaynayırsa, bu zaman həmin molekullar bu formada uçuşurlar. Sularda isə artıq nizamlılıq pozulur, yəni maye formasında nizamlılıq pozulur, bərk formasında isə sanki bir-birlərinə hörülmüş şəkildə simmetrik olaraq gedir. Burada isə biz o simmetriyi artıq itirmiş oluruq. Məsəl üçün, təkrar deyirəm, suyu dondurduğumuz zaman buzun da suyun səthində qalması bununla bərabərdir. Və yaxud da buzlaqları götürsək, fikir versəniz, üzəri buz bağlayır, lakin onun altında isə maye halında, su formasında qalır. Əsasən bu osmos, yəni ki, osmotik təzyiqdən, hətta 8-ci sinifin biologiya dərsliyində bu mövzu haqqında xüsusilə qeyd olunub ki, suyun üzərində buzun olduğu kimi qalması, yəni buz parçasının batmaması, sadəcə olaraq yalnız üzərinin buz bağlaması onun ərimə istiliyini, xüsusi istilik, daha doğrusu xüsusi istilik tutumunun olduğunu göstərmiş olur. Beləliklə, bugünkü mövzumuzda biz su molekulu haqqında ümumilikdə bu məlumatları öyrənmiş olduq və xüsusi olaraq onu qeyd etdim ki, suyun üzərində buzun əmələ gəlməsi suyun alt hissəsində olan canlıların məhv olmasından qorur. Yəni, daha çox donma baş verərdi. Əgər suyun aşağı qatlarına kimi biz donma müşahidə etsəydik, o zaman su sahələrində, buzlaqlarda heç bir faunadan söhbət gedə bilməzdi. Bəs fauna nədir? Fauna heyvan örtüyü deməkdir. İndi isə gəlin burada öyrəndiklərinizi tətbiq edin çalışmasına diqqət yetirək, dərsi tam olaraq mənimsəməyimiz üçün. Azər və Leyla plastilindən 4 hidrogen atomu və 3 oksigen molekulunun modelini hazırladılar. Sonra isə bu modellərdən istifadə etməklə su molekulasını düzəltdilər. Bu modellərdən istifadə etməklə ən çox
su molekulu modeli ən çoxu neçə su molekulu modeli hazırlaya bilərlər? Hansı atomdan artıq qalacaq? Biz öyrəndik ki, H2O-da 2 hidrogen atomu var, 1 oksigen atomu. Demək, burada oksigenlərdən 3 dənə oksigen atomundan ikisi əgər buna istifadə olunubsa, demək birdə, daha doğrusu biri buna istifadə olunubsa, demək neçəsi qalıbdır? 3-dən 1 çıxanda qalır 2 oksigen atomumuz. Hidrogendən isə 4 dənəsi şərti olaraq var, ikisi isə H2O-nun əmələ gəlməsində istifadə olunursa, 2 dənə də hidrogen atomumuz artıq qalacaqdır. Təkrar deyirəm, H2O-nun əmələ gəlməsində 2 hidrogen atomu iştirak edir. Şərtdə verilən 4 hidrogen atomundan ikisi istifadə olunduqda 4-dən 2 çıxırsan qaldı 2 hidrogen atomu. Şərtə görə verilən 3 oksigen atomundan isə H2O-nun əmələ gəlməsində 1 atom istifadə olunduğu üçün 3-dən isə 1 çıxır, qalır 2 oksigen atomu. Ümid edirəm anlamağımıza yetərli qədər kifayət edər. İkinciyə baxırıq. Şaxtalı havada bəzi su boruları partlayır. Bunun səbəbini necə izah edə bilərsiniz? Aha, biz hər birimiz borularımızı havadan, şaxtalı havadan izolyasiya etməliyik ki, niyə? Çünki borularda su donur. Əgər yuxarıda qeyd etdiyimiz kimi su donursa, həmin bu su maye halındadır və bu zərrəciklər nizamsızdır. Əgər donma baş verirsə, yəni bərk formaya keçirsə, artıq burada molekullar nizamlı formada düzülür və onlar olduğundan fərqli ölçüyə gəlirlər. Yəni, onların molekullar arasındakı məsafə böyüyür, nəticədə sıxlığı azalır. Amma olduğu ölçüdən bir qədər böyük olduğuna görə boru ona yetərli olmur. Məhz ona görə də su boruları partlayır. Ümid edirəm, çox maraqlı bir məlumat idi, biz bunu öyrəndik. Bilməyənlərə də bunu mənimsədə bilərik. Üçüncü sual nə deyilir? Eyni sayda su molekulunun əmələ gətirdiyi buz, su və su buxarının həcmini müqayisə edin. Eyni sayda deyirsə, H2O, yəni 2 hidrogen atomu var, 1 oksigen atomu var. Ümumilikdə 3 atomdan təşkil olunmuşdur. Yəni 2 üstə gəl 1. Su molekulunun əmələ gətirdiyi buzun həcmi deyirsə, biz bayaq təkrar qeyd edirəm. Buzun ümumilikdə hər bir qaz normal şəraitdə 22,4 litr həcm təşkil edir. Normal şəraitdəki həcmidir. Söhbət bunun buxarından getdi. Amma su və buz isə onun molekulları arasındakı məsafənin az və ya çox olmasına görə fərqlənir. Yəni həcmləri, buzun həcmi nə edir? Buzdakı molekullar donur, məsafə irilənir, onun həcmi yox, onun kütləsi, ölçüsü böyüyür. Suda isə əridikcə onun həmin buz parçası əriyir, onun həcmində belə deyək, azalma müşahidə olunur. Amma su buxarı formasında isə biz qazın üzərində hər hansı bir içərisində su olan qab qoymuşuqsa, o qaynadıqca qaynayır və suyun həcmi, yəni miqdarı getdikcə azalır, çox payı buxar formasında kondensasiya etmiş olur. Bu bizim öyrəndiklərimizi tətbiq edən çalışması oldu. Öyrəndiklərinizi yoxlayında isə birinci çalışmada nə deyir? Su molekulunun tərkibinə hansı atomlar daxildir və bunlar hansı nisbətdə birləşir? Bu çox asandır. Bunu ev tapşırığı olaraq sizə verirəm. Mümkünsə yazmağınızı tələb edirəm. İkincide nə deyir? Cədvəli dəftərinizə köçürün və uyğun xanalara bu işarələri yazın. Tərkibində 2 atom var. Yəni hidrogen molekulunu gəlin yazaq. Hidrogen molekulu bu form, daha doğrusu bu silək. Hidrogen molekulu bu formada yazılır. Tərkibində 2 atom var. Bəli, plus qoyuruq. Oksigen molekulu tərkibində 2 atom var. Bəli, plus qoyuruq. Su molekulu yazdıq. Tərkibində 2 atom var. Xeyr, neçə atom var? Bəli, 3 atom var. Çünki 2 o hidrogen üzərinə gəlinsin 1 oksigen. Biz burada plus qoyuruq. Çünki tərkibində 3 atom olduğu buna aiddir. Tərkibində hidrogen atomu var. Hidrogen molekulunun tərkibində bəli, hidrogen atomu var. Plus qoyuruq. Oksigen molekulası varmı? Oksigen molekulunun tərkibində hidrogen varmı? Xeyr,
minus qoyuruq, çünki bu formulda yazılır. Su molekulunda tərkibində hidrogen atomu var. Gəlin baxaq. Bəli, var, çünki H2O tərkibində hidrogen atomu var. Buna da plus qoyduq. Sonuncu nə deyir? Tərkibində oksigen atomu var. Hidrogen molekulunun tərkibində oksigen görürükmü? Xeyr, minus qoyduq. Oksigen molekulunun tərkibində oksigen varmı? Bəli, plus qoyuruq. Su molekulunun formulunda oksigen atomu varmı? Bəli, bir oksigen atomu var. Ümid edirəm bu dərsimizdə, bu çalışmamızda sizə aydın oldu. Videoya bir neçə dəfə baxmaqla dərsimizi tam olaraq mənimsəmiş olacaqsınız. Sağ olun uşaqlar.